həsrət qalmışam. Ana, bu oğlan bizim xilaskarımızdır. Necə? Hey anacığım, ejderha bizi uğurlamak istəyirdi. Amma bu oğlan bizi xilas elədi. Deməli balalarımın xilaskarı sənsən. Bugündən sən mənim ən sadiq dostumsan. Nə arzun var? De. Bizi Şahzadənin ölkəsinə apar. Bir dəqiqə. Bizi deyəndə ki, onları, mənim burada vacib işlərim var. Sən istəsən də ora gedə bilməyəcəksən. Gördüyünüz o ejderha Şahzadənin ölkəsini işğal eləyir. Məlik Məmməd, ejderha ölkəmizin su quyusunun qarşısını kəsib, ağaclar quruyub, çaylar quruyub, insanlara bir udum su vermir. Salam, mənim adım. Vətənimizə getməliyik. Amma bu qədər uzun yolu necə qət edəcəyimi bilmirəm. Mən sizə kömək eləyərəm. Bizi vətənimizə apar. Ortancıl qardaş düz deyirdi. Ejderha onların el obasına hücum çəkmişdi. Suyun qarşısını kəsmişdi. Hamını qovub öz elindən obasından uzaqlaşdırırdı. Ejderha! Dağlar məni, saylar məni. Bu gördüyünüz hər şeydə hər yer mənim. Ejderha! Ağıllı danışırsın ama sen tek bana galip gelebilmezsin. Sonra biz de ailen ağızda bilərik.